Herkese salam, kanalıma hoş gəlmisiniz. Bugün sizlerle birlikte İnnovativ Təhsil Mərkəzi tərəfindən keçirilmiş 1 Mart 6-cı buraxılış sınav imtahanı 9-cu sinif riyaziyyat suallarını izah edirəm. 57-ci sualdan başlayaq. Deyir ki, bizə 3 ardıcıl cüt ədədin cəmi 48 olarsa, ədədlərdən ən kiçiyini tapın. Birinci ədədimiz x olsun. Cüt ədədlər 2-2 artır, yəni digəri x üstəgəl 2, digəri də x üstəgəl 4. Üçünün cəmi 48 olmalıdır. Bunları toplasam, demək bu da olacaq 3x üstəgəl 6 bərabərdir 48. 3x bərabər 42, x da bərabərdir 14. Ədədlərdən biri 14, digəri 16, üçüncüsü də 18, ən kiçiyi isə 14, yəni B variantı. 58-ci sual. Təncilər sistemindən x üstəgəl y-i tapın. Deməli, təncilər sistemini həll etmək üçün mən birinci tənliyi vururam 2-yə. Bu zaman nə alınacaq? 6x üstəgəl 8y bərabərdir 30. Aşağıdakını olduğu kimi yazıram. 6x üstəgəl 5y bərabərdir 21. Alt-alta çıxan zaman 6x'lar gedir. 3y bərabər 9. Buradan da y bərabər 3 alınır. İndi y getirib yerinə qoysam. Baxın burada. 6x üstəgəl 5 vurulsun 3 bərabərdir 21. 6x üstəgəl 15 bərabər 21. 6x bərabər 6, x də bərabər 1. X 1, y 3-ə bərabərdir. Cəmi də olacaq 4. A variantı. 59-cu sual. Şagird kitabın 260 səhifəsini oxuduqdan sonra kitabın 35% səhifəsi oxunmamış qaldı. Kitabda neçə səhifə var? Əgər 260 səhifəsini oxuduqdan sonra 35% oxunmayıbsa, deməli oxunan faiz ümumi 100%-dən 35% çıxsa, deməli 65% oxunmuş olanıdır. İndi kitabda neçə səhifə var bilmirəm, düzdür, x qədər səhifə var. Bu x-in 65% vur 60 böl 100. Bizdə oxunmuş səhifələrin sayıdır. Oxunmuş səhifələrin sayı da 260-dır. Bərabərdir 260. Hər tərəfi 65-ə bölsəm, burada 1, burada 4 qalır. X də bərabərdir 4 vurulsun 100, yəni 400. D variantı. 60-cı sual. Bərabəryanın düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş medianı 6 cm olarsa, üçbucağın sahəsini tapın. Mən bilirəm ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuza çəkilən medianın uzunluq düsturu hipotenuzun yarısına bərabərdir. İndi median 6-dırsa, hipotenuz olacaq C bərabərdir 2 vurulsun 6, yəni 12. Deməli, hipotenuzun uzunluğu 12 imiş. İndi isə biz bu üçbucağın sahəsini tapmalıyıq. S bərabər sual. Mən bilirəm ki, bərabəryanlı düzbucaqlı üçbucağın, deməli, yan tərəflər bərabər düzdür katetlər. Onda burada, belə deyək də, bərabəryanlı üçbucağın oturacağı hipotenuz sayılır. Təpə bucağı da elə düzbucaq təpəsi sayılır. İndi təpə nöqtəsindən hipotenuza çəkilən median həm də onun hündürlüyü düzdür. Onda mən bu üçbucağın sahəsini tapmaq üçün S bərabər 2-də 1 A vurulsun HA düsturundan istifadə edə bilərəm. 2-də 1 vurulsun, tərəf 12-dir, tərəfə çəkilən hündürlüyü də 6-dır. Deməli, sahəm 36-dır, yəni A variantı. 61-ci sual. Çox ədlisini vuruqlara ayırın. Deməli, mən birinci buradan 5B-ni mötərizə xaricinə çıxardıram. 5B vurulsun, 1 çıxılsın, 4x kvadratı qalır. Bunu da belə yazıram. 5B vurulsun, 1 çıxılsın, 2x-in kvadratı kimi yazıram. Bir də həmsinin 1-in kvadratı deməkdir. İndi mən burada alıram ki, 5B vurulsun, kvadratlar fərqinin düsturu necədir? 1 çıx 2x vurulsun 1 üstəgəl 2x. Yəni bir dəfə fərq, bir dəfə cəm yazılır. Burada da variantlardan hansı olacaq bizdə? Deməli, C variantı uyğundur. 62-ci sual. İfadəsində vuruğu kök altından çıxarın. Deməli, burada belə yazaq. Kök altında 48-i yazıram 16 vurulsun 3 kimi.
X üstü 5'i x üstü 4 vurulsun x kimi yazıram. Y üstü 3'ü də y kvadratı vur y kimi yazıram. İndi deməli buradan kök altından vurğu çıxardanda 16'dan 4 çıxır. 4 vurulsun. X üstü 4'dən x kvadratı çıxır. Y kvadratından y çıxır. Amma y-in işarəsi bizdə mənfidir. Ona görə də mən modulda y çıxartmalıyam. Kök altının daxilində bizdə qaldı. 3 vur, x vur, y qaldı. Mən də bilirəm kök altının daxili, deməli kök altı ifadə mənfi ola bilməz. Baxıram x də mənfidir, y də mənfidir. Mənfin də mənfiyə vuranda yekun mənə cavab müsbət verir. Deməli 3x y kimi yazmağım doğrudur. İndi isə deməli biz burada 4x kvadratı y moduldan çıxartmalıyıq. 4x kvadrat onsuz da olduğu kimi qalır. Modulda y. Y-in işarəsi mənfidir. Modulun daxili mənfidirsə, modulu açan zaman y yox, y-in əksini yazmalıyam. Yəni mənfi y yazmalıyam. Kök altında 3x y olduğu kimi qalır. Deməli cavabımız olacaq mənfi 4x kvadrat y kök altında 3x y. Bu da olacaq bizdə hansı variant? Y variantı. 63-cü sual ifadəsinin qiymətini tapın deyil bizdə. Modulda mənfi 3'dən bizdə çıxacaq müsbət 3 vurulsun. Mənfi 4'dən müsbət 4 çıxır. Üstə gəlinsin. Mənfi 1 üstü 9 bizə onsuz da yəni mənfi 1 verir. İşarə olaraq da tək dərəcə olduğu üçün işarə mənfi olduğu kimi qalmalıdır. Yəni mənfi 1 vurulsun. Modulda mənfi 5'dən müsbət 5 çıxır. Çıxılsın 5. 5 çıx 5'də 0 verir. Bu da bərabərdir. 12 çıx 0 yəni 12. C variantı. 64-cü sual tənliyi həll edin deyir. 2026 çıx 503x bərabərdir 1020. Buradan 2026 çıx 1020 bərabərdir 503x. Burada fərq olacaq bizdə 1006 bərabərdir 503x. X da bərabərdir 1006 böl 503. Bu da 2'ye bərabərdir. Yəni D variantı. 65-ci sual. 8 saata 400 km yol gedən katerin sürətini 10 km böl saat artırırsa 5 saata neçə kilometr gedər? Deməli, əgər 8 saata 400 km gedibsə, bizim düsturumuz S bərabər VT-dir. Buradan V yəni sürət tapmaq üçün S-i bölməliyəm T-yə. Məsafəm 400 km-dir, zamanım 8 saatdır. Deməli, katerin sürəti 50 imiş. 50 km böl saat idi. İndiyə ki sürətini 10 km böl saat artırır. Yəni 50 üstə gəl 10. Deməli artıq sürəti yəni yeni sürəti 60 km böl saatdır. Deyək ki 5 saata neçə kilometr yol gedir? S bərabərdir V vurulsun T. Yeni sürət 60'dır. 60 vurulsun 5 saat. Bu da olur 300. Deməli o da A variantı. 66-cı sual. ABC üçbucağında MN AC-yə paraleldir. MB 3 vurulsun AM'dir. Əgər mən AM-ə X yazsam, onda MB 3 vur X yəni 3X olacaq. MB olsun 3X, AM də olsun X. İndi biz bilirik, əgər üçbucağın daxilində paralel düz xəttlər varsa, burada uyğun bucaqlar var. Deməli, üçbucaq ABC oxşar olacaq üçbucaq MBN-ə. Burada alfa bucaqları uyğundur. Burada da tutaq ki, beta bucaqları olsun. Və təpə bucağım da eynidir. Deməli, üçbucaqlar oxşardır. Oxşarlığı tətbiq etsəm, MBN-in tərəfləri nədir? 3x bölünsün. 3x-a uyğun olan ABC-nin üzərində uyğun olan tərəf AB tərəfidir. Yəni x və 3x-in cəmi 4x bərabərdir. Burada MBN üçbucağında 6'nı götürürəm. 6'ya uyğun olan tərəf də x-a bərabərdir. Burada x oldu. Gerek mən 3x yox 3a burada a yazardım. Eyni hərflər olmasın. Bu 3a'dır, bu da 4a'dır. A'lar getdi. 3x bərabərdir 4 vurulsun 6. X də bərabərdir. 3'ə ixtisar aparıram. 4 vur 2 8 yəni Y variantı. 67-ci sual.
O mərkəzli çevrədə OCB 52 dərəcə olarsa BAC-ni tapın. Mən buradan B nöqtəsi ilə onu birləşdirirəm. Baxıram ki, OC-də radiusdur, OB də radiusdur. Yəni bura erdir, burada erdir. Bərabər yanlı üst bucaq alınır. Əgər oturacağı bitişik bucaqların biri 52 dərəcədirsə, digər də 52 dərəcə olacaq. Çünki bərabər yanlıdır. Onda mən bucaq B, OC-ni tapa bilərəm. 180 dərəcədən çıxmalıyam 52 və 52-nin cəmini. Yəni 104-ü çıxıram. Buradan da alınır 76 dərəcə. Deməli, mənim BOC mərkəzi bucağım 76 dərəcədirsə, BC qövsümün də dərəcəsi həmçinin 76 dərəcədir. Məndən istədiyi bucaq BAC bucağıdır. BAC bucağı bu çevrənin daxilə çəkilmiş bucağıdır. Ona görə də 76-nın yarısına bərabərdir. Yəni 38 dərəcə. D variantı. 68-ci sual. Qarşılıqlı sadə olan A üstəgəl 7 və B ədədlərinin əçobu 540-dır. Qarşılıqlı sadə ədədlərin hasili onların əçobudur. Yəni A üstəgəl 7-ni vururam B-yə, əçobuna yəni 540-a bərabər olur. Eyni qaydada burada AB üstəgəl 10B 630-a bərabərdir yazıb. Mən buradan da ortaq vuruq kimi B-ni çıxartsam, bizdə qalır A üstəgəl 10. Deməli, A üstəgəl 10 vurulsun B bərabərdir 630-a. Mən burada aldığım 2 tənliyi alt-alta bölürəm. Bölən zaman B-lər ixtisar gedir. A üstəgəl 7 bölünsün, A üstəgəl 10 bərabərdir 540 bölünsün 630. Sıfırlar ixtisar gedir. 54 və 63-ü 9-a ixtisar aparsam sürətdə 6, məxrəcdə 7. Çarpazla vuran zaman 6A üstəgəl 60, 7A üstəgəl 49. Buradan da A bərabərdir 11-ə, yəni C variantı. 69-cu suala baxıram. Perimetri 60 cm olan düzgün altı bucaqlının kiçik diaqonalını tapın. Düzgün fiqurun perimetri P bərabər tərəfin sayı vurulsun tərəfin uzunluğu ilə hesablanır. Tərəfin sayı burada 6-dır. Deməli, perimetri yəni 60 bərabərdir 6 vurulsun tərəfin uzunluğu. Mən buradan tərəfi tapıram 10 cm. İndi kiçik diaqonal istəyir. Altı bucaqlının kiçik diaqonalının düsturu var. A kökdə 3-ə bərabərdir. Tərəf 10-dur, diaqonal da 10 kökdə 3-dür. Yəni Y variantı. 70-ci sual. Deyir ki, düz xətti A-nın hansı qiymətində A nöqtəsindən keçər? A-nın x-i 4-dür, y-i -2-dir. Gətirirəm, qoyuram yerinə. 3 vurulsun, x-in yerinə 4 yazıram. Çıxılsın, A vurulsun, y. Y-in də yerinə -2 yazıram. Bərabərdir 20-yə. 12 üstəgəl 2A bərabərdir 20. 2A bərabərdir 8. A da bərabərdir 4-ə. Yəni C variantı. 71-ci sual. Bərabərsizliyinin tam həllər çoxluğundan təsadüfi götürülmüş bir ədədin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Birinci, yazılan bərabərsizliyə əsasən biz bu bərabərsizliyin intervalını yazsaq, bu intervalda gördüyümüz ilk tam ədəd 6-dır. 6-dan başlayır, sonuncu tam ədədim də 15-dir. Mən bunu mötərizə ilə, yəni intervalla yazsam, 6-dan 15-ə kvadrat mötərizə ilə götürürəm. Tam ədədləri götürdüm mən burada. Deyir ki, seçilmiş ədədin sadə ədəd olması. Sadə ədədlər burada 7-dir, daha sonra 11-dir, 13-dür və 17 daxil deyil. Sadəcə 3 dənə sadə ədəd var. İndi deməli, əlverişli hallarımın sayı 3-dür. Məxrəcdə mümkün hallar, yəni bütün hallar olmalıdır. Bütün halların sayı bütün ədədlərin sayıdır. Bu aralıqda olan tam ədədlərin sayını tapmaq üçün 15-dən 6-nı çıxıram. Kvadrat mötərizələr olduğu üçün üzərinə 1 əlavə edirəm. Bu da olur 10. Deməli, cavabımız 10-da 3D variantı. 72-ci sual. İfadənin qiymətini tapın deyir. Baxıram ki, kök altının dərəcəsi 4, burada da 4-dür. Onu da mən eyni bir kökün altında yaza bilərəm. 4-cü dərəcədən. Baxıram ki, burada eyni ədədlərin fərqi vurulsun eyni ədədlərin cəmidir. Bu da mənə kvadratlar fərqi müxtəsər vurma düsturunu verir. Yəni
10'un kvadratı çıx kök altında 19'un kvadratını verir. 4-cü dərəcədən. 4-cü dərəcədən kök altında 100 çıxılsın 19. Bu da 81'dir. 4-cü dərəcədən 81. 81 də 3 üstü 4'ə bərabərdir. Burada da 4'lər gedir. Cavabımız olur elə 3. 73-cü sual. Bərabər tərəfli üçbucağın sahəsi verilib 9 kök altında 3 olarsa, üçbucağın perimetrini tapın deyir. Bərabər tərəfli üçbucağın sahə düsturu a kvadratı kökdə 3 bölünsün 4 ilə hesablanır. Bu da bərabərdir 9 kökdə 3 verilib. Kök altında 3'lər ixtisar gedir. A kvadratı bərabərdir 4 vur 9 yəni 36. A da bərabərdir 6. Perimetri 3 A ilə hesablanır. 3 vurulsun 6, o da bərabərdir 18. 74-cü sual. Bərabərsizliyi ödəyən ən böyük tam ədədi tapın. Deməli, mənfi 15 keçirdirəm sola, mənfi 3x-i keçirdirəm sağa. 17 üstə gəl 15 böyükdür 3x-dan. Yəni 32 böyükdür 3x-dan. Bu zaman x da kiçik olacaq 32 bölünsün 3'dən. Yəni x kiçikdir 10 tam 3'də 2'dən. Deyək ki, x-in yəni ala biləcəyi ən böyük tam qiyməti. Ən böyük tam qiymət deyili 10'a bərabərdir. 75-ci sual. ABCD düzbucaqlısında AY BY perpendikulyar, CBY 30 dərəcə, BY 4 olarsa, həmçinin BCD verilib 6'da, ABCD'nin sahəsini tapın deyir. 30 dərəcədirsə, bura olacaq 60 dərəcə. Çünki ümumi 90 dərəcə verməlidir axı düzbucaq təpə nöqtələrimiz. 90 dərəcə, 60 dərəcə, avtomatik YAB bucağım 30 dərəcədir. Mən də bilirəm ki, AYB düzbucaqlı üstbucaq kimi verildiyi üçün 30'un qarşısında duran BY tərəfi, BY katiti əgər 400-ə, hipotenuz yəni AB 4'ün 2 misli olmalıdır, yəni 8. Deməli bu düzbucaqlının uzunluğu 8'dir, eni 6'dır. Onda sahəsi A vurulsun B. Yəni 8 vur 6, cavabımız olur 48. 76-cı sual. Tənliyinin kökləri hasilini sıfıra çevirən M parametrinin qiymətlərinin kvadratlar cəmini tapın deyir bizə. Ümumiyyətlə, tənliyin kökləri hasili bizim sərbəst həddimizdir. Sərbəst hədd hər zaman x olmayandır. X olmayan hissə fikir versəz burada ifadə kimi verilibdir. Yazıram buradan. 2m kvadratı çıx 6m üstə gəl 2 bərabər 0 olmalıdır. Deyir ki, bizə m'in qiymətlərinin kvadratlar cəmini tap. Mən birinci burada tənliyin hər bir həddini 2'yə bölürəm ki, tənliyi çevrilmiş bir kvadrat tənliyi olsun. Bu zaman alınır m kvadratı çıx 3m üstə gəl 1 bərabərdir 0. Çevrilmiş kvadrat tənliyə əsasən tənliyin köklərinin kvadratlar cəmini tapmaq üçün birinci tənliyin kökləri cəmi mənfi b'dir. B'miz mənfi 3'dür, əksi də olacaq 3. M1 və M2'nin hasili isə sərbəst həddi, yəni 1. Məndən kvadratlar cəmini istəyir. Kvadratlar cəmini müxtəsər vurma düsturlarına əsasən M1 üstə gəl M2'nin kvadratı çıx 2 M1 vur M2 şəklində yazıram. Cəm bizə məlumdur 3'ə bərabərdir. 3'ün kvadratı çıx 2 vurulsun 1. 9 çıx 2 o da bərabərdir 7'yə. 77-ci sual. 575 kürəni sıra ilə elə düzmək lazımdır ki, hər sırada olan kürələrin sayı sıraların sayından 2 vahid az olsun, sıraların sayını tapın. Deyir ki, kürənin sayı sıranın sayından 2 vahid az olsun. Əgər kürənin sayı x olsa, sıranın sayı ondan 2 vahid çox olmalıdır. X üstə gəl 2. İndi bunların hasili, yəni x vurulsun x üstə gəl 2 bərabər olmalıdır 575'e. Buradan x kvadrat üstə gəl 2x bərabər 575. X kvadrat üstə gəl 2x çıx 575 bərabərdir 0. Viet teoreminə əsasən tənliyin köklərini tapa bilərəm. Deməli, burada x olacaq mənfi 25 və müsbət 23. Hasili mənfi 575'dir. Cəmi də mənfi 2'dir.
Ümumiyyətlə tapa bilməsəz əgər diskriminantla yaza bilərsiniz. Diskriminant bərabərdir. B kvadratı, yəni 2-nin kvadratı çıx 4 vurulsun, 1 vurulsun, mənfi 575. Buradan diskriminantı tapıb, tənliyin köklərini tapa bilərsiniz. Amma VTS sayəsində daha rahat tapıldı. Deməli, mən də bilirəm ki, burada sıranın sayı mənfi ola bilməz. Deməli, x bərabərdir 23-ə. Bizdən istədiyi sıranın sayıdır. Sıraların sayı bizdə nədir? X üstəgəl 2. 23 üstəgəl 2. Bu da bərabərdir 25-ə. 78-ci sual. 2 ambarda birlikdə 72 kiloqram düyü var. Gəlin belə yazaq. Birinci ambarda x kiloqram olsun. İkinci ambarda 72 çıx x kiloqram olacaq. Çünki cəmi bizə nə verməlidir? Ümumi 72 olmalıdır. Deyir ki, hər gün birinci ambardan 4 kiloqram, ikinci ambardan 2 kiloqram düyü satılır. 5 gün sonra ambarlarda qalan düyü miqdarı bərabər olarsa, əvvəlcə deməli birinci ambarda nə qədər düyü var idi? Yəni bizdən x-i soruşur. Deməli 5 gün sonra nə qədər qalacaq? Birinci ambarda deməli 5 gün sonra x çıxılsın, 5 vurulsun, hər gün nə qədər deməli düyü satılır? 4 kiloqram. İkinci ambarda 5 gün sonra 72 çıx x ilə əvvəl çıxacağım 5 vurulsun, hər gün 2 kiloqram düyü satılır. 5 vur 2. Yəni birincidə x çıx 20 qaldı. İkincidə deməli 72-dən 10 çıxanda 62 olacaq. 62 çıx x oldu. Deyir ki 5 gün sonra bir-birinə bərabər olacaq düyülərin deməli miqdarı. Onda yazıram x çıx 20 bərabərdir 62 çıx x. Buradan 2x bərabər 82, x də bərabərdir 41. Cavabımız 41-dir. 79-cu sual. Kublar fərqini tapın deyir. Kublar fərqini mən deməli köməkçi düsturunu bilirəm. Necə düsturumuz? X çıxılsın y-in kubu, üstə gəlinsin 3xy vurulsun x çıxılsın y. İndi bizə fərq məlumdur. 1-in kubu üstə gəl, 3 vurulsun 4 vurulsun x çıx y-də 1-ə bərabərdir. Vurulsun 1. 1 üstə gəlinsin 12, bu da 13-ə bərabərdir. 80-ci sual. ABCD düzbucaqlı trapeziyasında BD deməli AB-yə perpendikulyardır. AB 10-dur, BD 12-dir, AC 13-dür. AF tən bölən olarsa DF-i tapın. Deməli, mən bilirəm ki, istənilən trapeziyanın oturacaqları bir-birinə paraleldir. Burada da AF üçüncü bir kəsəndir. Həndəsənin əsas anlayışlarını, daxil çarpaz bucaqları biz bilirik. Əgər bura x, bura x-dırsa, x-in daxili çarpazı harda olacaq? Bax, f bucağı olacaq. Deməli, f bucağı da x-dir. Bərabər bucaqlar oldu burada. Üst bucaq A, F, C-yə baxın. X bucağı, x bucağı. Onda həmin bucaqların qarşısındakı tərəflər bir-birinə bərabər olmalıdır. Bura 13-dürsə, x-in qarşısı olan FC də 13-ə bərabərdir. İndi mən burada nə edirəm? A təpəsindən bir hündürlük çəkirəm. Həmin hündürlük, baxın elə bax 12-yə bərabərdir. Hündürlüyüm 12-dir. Üç bucaq burada göstərsəm sizin üçün yenidən. Deməli, belə olacaq. Hündürlük 12-dir, hipotenuz 13-dür. Burada olsun hər hansı bir ya da adlandıraq. Məsələn, bura R nöqtəsi olsun. R, A, C. Mən buradan bilirəm ki, RC-nin kvadratı üstəgəl 12-nin kvadratı 13-ün kvadratına bərabərdir. RC-nin kvadratı bərabərdir 25. Deməli, RC də bərabərdir 5-ə. Bura 5-dir. İndi fikir verin. Ümumi FC nə idi? 13. RC 5-dirsə, FR olacaq 8. AB 10-dursa, bax bu DF deməli DR də 10 olmalıdır. FR 8-dirsə, DF neçəymiş? 2. 81-ci sual. Sinifdəki bütün şagirdlər ingilis və rus dillərindən ən az birini bilir. İngilis dilini bilənlər bütün sinifin 70%-ni, rus dili bilənlər isə 50%-ni təşkil edir. Yalnız rus dilini bilənlər 6 nəfərdirsə, sinifdə neçə şagird var? Belə suallar ən yaxşısı Euler-Venn diaqramı ilə yazın. Deməli, bura olsun ingilis dilini bilənlər, bu tərəfdə olsun rus dilini bilənlər. İndi fikir verin, bunların cəmi
bizə nə verir? 120%. Düzdür? Amma normalda 100% olmalıdır. İndi mən bütöv 100%-i çıxsam, geriyə qalır 20%. Deməli, bax bu 20% həm ingilis, həm də rus dilini bilir. Yəni kəsişməyə yazıram. İndi ingilis dilini bilənlər 70%-ni təşkil edir, düzdür? 70 olması üçün 20% kəsişmədədirsə, yalnız ingilis dilini bilənlər 50%-ni təşkil edir. Rus dilini bilənlər cəmi 50%-dir. 20-si kəsişmədədir. Yalnız rus dilini bilənlər 50-20, yəni 30%. Deməli, yalnız rus dili bilənlər 30%-dirsə, sinifdə x qədər şagird var. X-in 30%-i yalnız rus dilini bilənlərdir. Yəni 6-ya bərabərdir. 6 nəfər özü verir. Buradan da sıfırlar ixtisar gedir. 3x bərabər 60, x də bərabərdir 20. Deməli, sinifdə cəmi 20 şagird var imiş. Bugünlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu tür videoların davamının gəlməyini istəyirsinizsə, kanalıma abunə ola bilərsiniz. Növbəti videolarda görüşənədək hələlik.